Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda istər adi günlərdə, özəl günlərdə hazırlayıb süfrələrinizi bəzəyə biləcəyiniz çox dadlı salat reseptini sizinlə paylaşıram. Salat üçün 200 qram toyuq sinə ətini tuzlu suda bişirmişəm, hissələrə ayırmışam. İstər əllə, istər çəngəllə əti didib bir boş qaba yığıram. İstəyə görə toyuq ətini dana əti ilə də əvəz eləmək olar. 1 ədəd orta boy soğanı 2 hissəyə bölüb aypara şəklində doğrayıram. Tavaya bitki yağı əlavə edirəm, 2-3 xörək qaşığı. Doğradığım soğanları tavaya əlavə edib qarışdırıram. Soğanların acısı çıxıb biraz yumuşalana qədər tavada yağda biraz qovururam. Soğanlar qovrulana qədər 1 ədəd götürdüyüm yer kökünü belə bir alətlə uzunsov şəkildə rəndələyirəm. Əgər sizdə belə bir alət yoxdursa, onda elə körkanın iri gözündən də keçirdə bilərsiniz. Yer kökünü də soğanın üzərinə əlavə edirəm. Zövqə görə duz, qara istiot səpib qarışdırıram. Soğanla yer kökünü 2-3 dəqiqə yer kökü biraz yumuşalana qədər bir yerdə qarışdırıb qovururam. Yer kökü ilə soğan hazır olana qədər digər ərzaqları hazırlayıram. 2 ədəd xiyar turşusunu da uzunsov şəkildə nazik kəsəndən sonra kub şəklində doğrayıram. 2 ədəd kartofu da suda bişirmişəm, qalıb soyuyub. Onları da əvvəlcə kəsib, sonra kub şəklində doğrayıram. Salat üçün ərzaqlarım artıq hazırdır. Salat toyuq əti ilə lobyalıdır. Yarım stəkan lobyanı da duzlu suda bişirmişəm, qalıb soyuyub. Pişmiş lobyanı istəyə görə konserva lobya ilə də əvəz eləmək olar. Bişirib doğradığım ərzaqları salatı hazırlayacağım qaba əlavə eləyirəm. Toyuq ətini, kartofu, xiyar turşusunu, lobyanı, qovurduğum yer kökü ilə soğanı ilə yağı ilə bir yerdə salata qatıram. Göyərtilərdən 3-4 qanad keşniş, şüyüd, bir də yaşıl soğan doğramışam. Zövqə görə duz, istiot səpirəm. Bir diş sarımsağı da sarımsaq əzənlə əzmişəm. Onu da salata qatıram. Sarımsaq istəyə görədir, istəməyənlər əlavə eləməsin. Salatı tək mayonezlə ya da xama ilə hazırlamaq olar, amma mən 3-4 qaşıq mayonez əlavə eləyirəm, bir də 3-4 qaşıq xama. Yaxşı-yaxşı qarışdırıram. Salat üçün istifadə elədiyim ərzaqların ölçülərini videomun açıqlama bölümündə də qeyd eləyəcəm. Qarışdırandan sonra 1 saatlığa soyuducuya yerləşdirirəm. Ərzaqların dadı bir-birinə çıxır, sonra artıq servis eləmək olar. Salat artıq hazırdır. Hər kəs öz zövqünə görə salatın üstünü bəzəyə bilər. Nar dənələri ilə, qozla. Mən salatın üzərinə doğranmış qoz səpirəm. İstər adi günlərdə, bayram günlərində hazırlayıb süfrələrinizi bəzəyə biləcəyiniz çox dadlı, fərqli bir salatdır. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Sağ olun, yeni videolarda görüşənədək.